Salam olsun, səhifəmizi izləməyə gələnlər. Bu günlərim köhnə kuklaların bərpasını göstərəcəyik, necə bərpa etmək olar. Gördüyünüz kimi Şaxta Baba modeli çox köhnə bir model deyil. Sadəcə olaraq uşaqlar bunun ayaqlarını hərəkət edən Şaxta Baba olub və bunu sındırıblar və hərəkət etmir və köhnə bir hala salıblar. Amma Şaxta Baba özü çox gözəl bir üz cizgiləri var, yəni özü çox gözəldir. Bunu yeniləyib bərpa edəcəyik və ayaqlarını yeniləyəcəyik. Gördüyünüz kimi başlayırıq bunu hazırlamağa, yeniləməyə və bizə lazım olacaqdır geyim. Bunu gördüyünüz kimi ayaq hissəsini buradan kəsirik. Yəni bu bizə lazım olmayacaq. Bunu ayaq üstə duran bir formada hazırlayacaq. Uşaqlar bizdə görmüşdü və həmən modadan istədilər. İndi iki tərəfli bunu kəsirik və ayaq yeniləyəcəyik. Gördüyünüz şəkildə. Yəni sizdə də varsa, evinizdə varsa bunu yeniləyə bilərsiniz. Bizə lazım olan ləvazimatları burada görürsünüz. Əlimdə olan məhsullardan burada topladım və ayaqlar qoyacağım. Bu da başqa bir kuklaların hissələridir. Saxlayıram ki, istifadə olur deyə. Gördüyünüz kimi burada da bir parça Şaxta Babaya şalvar biçəcəm. Biçmişəm, indi tikirək. Gördüyünüz kimi hazırladığımız hər bir şeyi istəyirik ki, yəni sonradan sökülməsin, yaxşı zəmanətli hazırlamaq lazımdır. Şalvarı biçmək o qədər də çətin bir şey deyil. Yəni şalvarı kuklanın üzərinə, ayaqların üzərinə qoyub da biçə bilərsiniz. Yəni çox çətin bir şey deyil və bel hissəsi gödək olduğu üçün Şaxta Babanın əynindən çıxan şalvarından bellik hazırladıq. Bel hissəsi qısa gəldi Şaxta Babanın qarın hissəsi olduğuna görə. Bu da ayaqları da içərisinə krey tökürük ki, bərk yapışsın və üzərinə qoyuruq beləcənə. Ondan sonra bunun üzərinə bir də skoç gedirik ki, daha möhkəm, daha sağlam olsun. Bir müddətdən sonra xarab olmasın da. Skoçluyuruq gördüyünüz kimi. Çox gözəl, sağlam bir şəkildə hazırlanır. Bu da şalvarını üzərinə giydiririk. Sonra da yapışqanla yapışdırırsınız. Pistolet kleyiniz varsa onunla yapışdırın, daha yaxşı olsun. Sonra ayaqlarından çıxan parçanı da geri üzərinə giydiririk ki, ayağına girdiyimiz çəkmə boşalıb, boş durmasın ayağına, kip dursun da, sıx dursun deyənə. Alt hissəsinə də biraz kley tökürük ki, biraz sağlam şəkildə dursun, çıxmasın, boşalmasın. Daha möhkəm olması üçün kleyə diqqət edin ki, yəni bu da şalvarının ətəyinin ağ tükləri sayılır. Onu da şalvarın ətəyinə vurduq. İndi isə belinin tokkasını, kəmərini hazırlayırıq. Bir qara ya qırmızı parça da eləyə bilərsiniz. Əlinizdə hansı material varsa ondan hazırlaya bilərsiniz. Burada gördüyünüz kimi bizon qabının ağzını açan dəmirdən istifadə edəcəyik. Yəni tanış gələr sizə bu. Bundan bir tokka edəcəyik. Gördüyünüz kimi hazırdır. İndi isə keçirik Şaxta Babanın qol hissəsinə. Şaxta Babanın qolları gördüyünüz kimi simdən idi. Üzərinə pambıq doluyuruq və sapla bir-iki dəfə gedirik ki, daha möhkəm olsun, boşalıb düşməsin. Kostyumun qolları çox boşaraq durmasın deyə. Bu da kostyumu Şaxta Babanın əyninə çox qısa durdu və gözəl bir görüntü olmadığı üçün ətəyini kəsdim ki, ətəyinə calayım yeni bir parça. O da yaxşı bir görüntü olmadığı üçün yenisini biçməyə qərar verdim və bu da hazırdır.
Eyni velyur parçadandır, ancaq ki biraz uzun hazırlanır ki daha yaxşı olsun. Və kostyumun da kənar ətəklərinə verdik və görüntü budur. Bu da tokasını da vururuq belinə. Bu da hazır bir görüntüdür. Bir dənə qaldı çəkmələri və əlinə bir dənə hədiyyə hazırlayacağıq Şaxta babanın. İspişka qutusundan istifadə edirik və üzərinə parça ya kağız da istifadə edə bilərsiniz. Və üzərinə gördüyünüz kimi belə bir qırmızı zərli tül gedəcəm, daha bir gözəl olsun deyənə. Kiçik bir lentdən istifadə etdik. Və gördüyünüz kimi Şaxta babamız çox gözəl alındı və çəkmələrini boyamağa başlayırıq. Çünki çəkməsi qırmızı olsaydı rəhləməyəcəkdik. Rozivi olduğu üçün rəhləməyə düşdük və qara rəngdən istifadə etmək istədik. Gördüyünüz kimi çəkmələrini bu cürlə ya başqa boyadan istifadə edə bilərsiniz. Ya əlinizin altında hansı boyalar varsa onlardan da istifadə edə bilərsiniz. Lakin bu boya çıxmayan boyadır. Yəni Şaxta babanı yutsəniz də su dəysə çıxan bir boya deyil, keyfiyyətli boyadır. Və gördüyünüz kimi bu da Şaxta babamızdır, hazırdır. Yəni sizin də əlinizdə evdə varsa bu formada hazırlayıb yolka yanına qoya bilərsiniz. Başqa bir kuklaların bərpasıdır və yaxud da hazırlanmasıdır. Səhifəmizdə daha çoxuna baxa bilərsiniz. Səhifəmizdə var, hər növdə kuklaları biz hazırlayırıq. Yəni ki, atmaq əvəzinə onu yenidən bərpa edib dəyərləndirməyi daha üstün tuturuq. Və bu cürlə də çox gözəl bir Şaxta baba modelimiz alındı və bunun sahibi də çox sevindi, çox bəyəndi. Sizin bəyənməyiniz də mənim üçün önəmlidir. Abunə olmanızı da unutmayın. Çox təşəkkür edirəm vaxtınız üçün.